Qadınların sünnət olunduğunu bilirdik, lakin Azərbaycanda da bu adət var. Məsələn, Zaqatalanın bəzi kəndlərində bugünə qədər qadınlar sünnət olunur. Rayonun Danaçı və Makov kəndlərində yaşayan qadınlar da bunu təsdiqləyirlər. Nətər deyim, biraz tək bir ucunu götürürlər də. Bizdə avarlarda həmişə var da sünnət var. Qızlar sünnət eləyirlər. O nəsə problem yaratmır ki? Yox, heç bir problem yaratmır. Sizin qızlarınız, nəvələriniz də olur? Mənim nəvəm də sünnət olubdu, qızım da sünnət olubdu. İndi uşaqları elətdirənlər var? Var. Bax, elətdirirlər. Nə yalan deyim, elətdirirlər. Necə olur ki o proses? Yəni o müsəlman dininə görə deyirlər olmalıdır uşaqlar. Bir damcı nə? Qan çıxsın da elə. Qan çıxsın, qan. Bir damcı qan çıxarılır. Heç nə bilə, qoxulu şey deyil. Bir damcı qan Yəni onun çıxarılır. sonra fəsadı olur? Heç nə olmur. Qızlar kəsmirlər. Bir damcı qan buraxdırılır. Heç nə. Bəs indi məsələn elə ailə var ki, desin etiraz eləsin, elətdirməsin. Var. Məcbur deyil axı o. Məcbur deyil o. Məcbur eləmirlər. Özləri könül eləyirlər. Məsələn, mən eşitmişəm Afrikada filan belə şeylər hallar olub. Hətta orada ölənlər də olur. Belə hal olmuyor ki, heç ölən. Heç olmuyor. Onu deyir, bizdə ehtiyatlı iş görürlər çox. Deyəsən, hətta həyat yoldaşlarından gizlədirlər bunu qadınlar. Yox, həyat yoldaşlarından gizlədirlər. Yox, özləri də olunur axı. Bir balaca nəyləri götürür, bir balaca qan damlası nəyi gətirirlər. İndi hamıda olur o. Bizdə həmişə olubdur. Hamıdır. Bizdə həmişə olubdur. Kişilərdə də, qadınlarda da olubdur uşaq vaxtı. Deyəsən, yoldaşlarından gizlədirlər sonra. Yox. Yox. Yox, heç bir kəsdən heç nə gizlətmir. Deyirlər müsəlmançılığa görədir. Yəni adət necə, nə üçün? Müsəlmançılıqdandır o. Bizim Peyğəmbərimizin dövründən qalıbdır o. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirildi ki, bugünə qədər quruma məsələ ilə bağlı hər hansı şikayət daxil olmayıb. Bəs qadınların sünnət olunmasının hər hansı fəsadları ola bilərmi? Klitor tek kadının cinsi həzzini və seksual istəyini formalaşdıran bir orqan deyil. Və sən klitoru kəsməklə qadını cinsi hissdən məhrum etmirsən. Sən onu çərtirsən, britva ilə kəsirsən, fərqli metodlar var. Mütləq deyil ki, cərrahi olsun. Britva ilə damarın ağzı açılır və onu harda eləyirlər? Onlar onu əməliyyatxanadan mı eləyirlər? Təbii ki, yox. Burada xəstənin çox güman ki, cavan, gənc qızın həyatı söhbəti var. Cahil insanlar edir qadının hissiyatı olmasın deyə. Sanki onlar düşünürlər ki, qadının hissiyatı olmasa, qadının belə deyək, sosial durumu, sosial statusu daha stabil olacaq və bu qız həyatda səhv eləməyəcək. Birincisi, böyük bir sinir və böyük bir qidalanmanı sən dayandırırsan. Nə verə bilər? Həmin sahənin nekrozlaşmağını, yəni qidadan pozulmağını verə bilər. İkinci, anatomik baxsaq, düz klitorun altında sidik axarının çıxacağıdır. Yəni sən sidiyə getmək məsələlərində, sidiyə getmək problemləri yarada bilərsən. Üçüncü, sən bu qadını cinsi hissdən azad eləyirsən, amma bunun doğuş problemləri ola bilər. Və hətta orada tikiş olandan sonra doğuşda cırıqlar, patologiyalar, qan axmalar yarana bilər. Sakinlər bu adəti İslam dini ilə əlaqələndirsələr də, ilahiyyatçılar əksini deyir. Quranda bununla bağlı heç bir məsələ yoxdur, kişilərin sünnət edilməsi və s. Hətta bu yoxdursa, bunu digər cinsə aid eləmək özü bir absurd yanaşmadır. Təbii ki, bu məsələləri insanlara aşılamaq lazımdır ki, Allah heç bir zaman, heç kimi qüsurlu, naqis olaraq yaratmayıb. Yəni bu günlərim o insanlarda bu artıqdır, o əksikdir deyilən bir anlayış doğru deyil. Ona görə də buna bu minvalla yanaşmaq lazımdır. Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının açıqladığı rəqəmlərə görə hər il dünyada 3 milyon qadın sünnət edilir. Avropa Şurası konvensiyasına əsasən qadın